duha namazı günəş çıxandan 15 dəqiqə sonra qılınır, yoxsa 20 dəqiqə? Təxmini bəli 15 dəqiqə sonra qılınır. Yəni o 15-20 dəqiqə sonra qıla bilərsən və getdi zöhr namazında bir 20 dəqiqə, 15 dəqiqə almış kimi qıla bilirsən. Əgər yəni işin gücün yoxdursa, ən fəzilətli vaxtı günün tam qızmarı olanda, yəni zöhrə yaxınsız. Amma yox, bilirsən ki, qılamayacaqsan, yəni nə vaxt rahatda onda qılırsan. Məsciddəsənsə, elə yaxşıdır ki, məscid namazını, yəni cəmaat namazını qıldın, oturursan, bəzi rəylərə görə, yəni hədisə görə oturmaq, yəni xüsusi orada niyyət odur ki, məsciddən çıxmayasan, amma zikirdən özünü məşğul eləyəsən. Yerini dəyişsən də belə problemdir. Amma nə etməlisən? Yəni danışmaq olmaz, dünya söhbət. Yalnız zikirlə özünü məşğul eləsən, o halda sonra durursan, duha namaz girəndən sonra kimsə duha namaz qılırsan, sənə məqbul olmuş həcc savabı yazılır. Deyə bilərəm müəllim. Bəli, buyur. Səhv eləmirəmsə Kamal müəllim idi, dərsdə demişdi ki, bir tam ümrə, bir tam həcc savabı yazılır. Var, da var.